Mən bu gün sizə özüm barədə məlumat vermək istəyirəm. Bunu əsas TikTok və Instagram səhifəmə yeni gələn izləyicilər üçün çəkirəm. Mən nə falçı deyiləm, nə həkim deyiləm, nə xüsusi bir sehr cadu eləyib insanları bir-birinə bağlamıram, nə də ki, mənim tibbi təhsilim yoxdur. Ümumiyyətlə, psixoloq bir həkim deyil, tibbi təhsil almır. Mənim bakalavr və magistr təhsilim pedaqojika üzrədir və bu sahə üzrə də 5 illik təcrübəm var. Psixologiya üzrə isə əlavə təhsil almışam. Coaching üzrə də 3 beynəlxalq sertifikatım var. Mən seanslarımı daha çox coaching üzrə aparıram. Coachlar psixoloji cəhətdən sağlam insanlarla çalışırlar. Müştəri, coachi və ya danışan hər üçü də deyilir. Bir məqsədlə gəlir və ona o məqsədinə çatmaqda köməklik göstərən, yol göstərən biri də coach. Amma mənim psixologiya üzrə təhsilim də olduğuna görə hiss edəndə ki, müştərinin psixoloji yardıma da ehtiyacı var, bu zaman bu köməkliyi də göstərə bilirəm.